Salam, növbəti dərsimiz Bakı və Lənkəran xanlığı olacaqdır. Bakı xanlığının mövcud olduğu tarix 1747-ci ildən 1806-cı ilə qədərdir. Bakı xanlığı müasir olaraq Bakı şəhərini və Abşeron yarımadasını əhatə edirdi. Xüsusilə Bakı xanlığı ticarəti ilə inkişafda olan bir xanlıqlardan biri idi. Çünki bunun səbəbləri ən böyük liman şəhəri idi Bakı xanlığında və həmçində ki, xüsusilə zəfəran, duz ticarətində xüsusi olaraq müəyyən olaraq iqtisadi gəlirlər əldə edirdi. Bakı xanlığının qurucusu 1-ci Mirzə Məhəmməddir. Hakimiyyət illəri 1747-1767-ci illərdə. 1-ci Mirzə Məhəmməd xana aid olan xüsusiyyətlər 1. Bakı xanlığının qurucusudur və həmçinin də o Bakı qalasının müdafiəsinə xüsusi diqqət yetirmişdir. Daha sonra hakimiyyətə gələn 1-ci Məlik Məhəmməd xan. Məlik Məhəmməd xanın hakimiyyəti 1767-1784-cü illərdə. Məlik Məhəmməd xan dövründə Bakı xanlığı 1767-ci ildə Quba xanlığına tabe olmuşdur. Və Quba xanlığı mövzusundan bilirik ki, diplomatik yolla, daha doğrusu nigah diplomatiyası ilə Qubalı Fətəli xan Bakı xanlığını, Bakı xanı Məlik Məhəmmədi asıla salmışdır. Bakı xanlığı 1767-ci ildən 1789-cu ilə qədər Quba xanlığından asılı olmuşdur. Daha sonra hakimiyyətə 1784-cü ildə 2-ci Mirzə Məhəmməd xan gəlir. 2-ci Mirzə Məhəmməd xan 1784-cü ildə hakimiyyətə gəlir və 1791-ci ilə qədər onun hakimiyyəti davam edir. 2-ci Mirzə Məhəmməd xan zamanında Bakı xanlığı 1789-cu ildə Quba xanlığının tərkibindən çıxmışdır, azad olmuşdur. Daha sonra 90-cı illərin əvvəllərində isə Bakı xanlığında hakimiyyət uğruna mübarizə gedir və sonda 1792-ci ildə Bakının sonuncu xanı olan Hüseynqulu xan taxta çıxmışdır. Hüseynqulu xanın hakimiyyəti 1792-ci ildən 1806-cı ilə qədər olmuşdur. Hüseynqulu xan dövründə 1795-ci ildə Bakı xanlığı Ağaməhəmməd xan Qacardan asılı qəbul etmişdir. Daha sonra 1796-cı ildə Hüseynqulu xan zamanında Ruslardan Bakı xanlığı asılı qəbul etmişdir. Davamında 1797-ci ildə Ağaməhəmməd Şah Qacardan asılı qəbul etmişdir. Həmçində qeyd etməliyik ki, 1805-1806-cı illərdə son olaraq Hüseynqulu xan zamanında Rusların növbəti hücumuna məruz qalmışdır Bakı xanlığı və 1806-cı ildə Ruslar tərəfindən işğal olunur və Ruslara müqavimət göstərdiyi üçün Bakı xanlığı ləğv olunur. Bakıda xanlıq idarəsi ləğv olunmuş olur. Digər xanlığımız Lənkəran xanlığıdır. Lənkəran xanlığının mövcud olduğu tarix 1747-ci ildən 1826-cı ilə qədər olmuşdur. Öncəliklə deməliyəm ki, Lənkəran bölgəsi Nadir şahın zamanında xüsusi daxili idarəetmə statusuna malik idi. Xanlığın qurucusu Cəmaləddin Mirzə xan və yaxud da ki, digər adı Qaraxan. Səfəvilər nəslindən idi Cəmaləddin Mirzə Qaraxan. Hakimiyyəti 1747-1786-cı illərdə olmuşdur. Cəmaləddin Mirzə xan dövründə Lənkəran xanlığında müəyyən müddət stabillik olmuşdur və iqtisadiyyatın dirçəlməsinə səbəb olmuşdur bu stabillik, sabitlik. Daha sonra qeyd etməliyik ki, Cəmaləddin Mirzə xan zamanında 1785-ci ildə Lənkəran xanlığı xarici hücumların qarşısını almaq üçün Quba xanlığından, Qubalı Fətəli xandan asılı qəbul etmişdir. Daha sonra 1786-cı ildə Lənkəranın digər xanı olan Mir Mustafa xan hakimiyyətə gəlmişdir. Mir Mustafa xan zamanında 1795-ci ildə Lənkərana yürüş edən qüvvə Ağaməhəmməd xan Qacar idi. Lənkəranlı Mir Mustafa xan Ağaməhəmməd xan Qacarın yürüşündən qorumaq üçün Lənkəran xanlığının əhalisi ilə birlikdə Sahra adasına köç etmişdir. Davamında 1797-ci ildə Ağaməhəmməd Şah Qacarın yürüyüş zamanı isə Lənkəran xanlığı Şah Qacara tabe olmuşdur. Həmçinin Mir Mustafa xan zamanında 1802-ci ildə Lənkəran xanlığı ilə Rusiya arasında Georgiyevsk müqaviləsi imzalandı. 1802-ci il Georgiyevsk müqaviləsi. Və bu müqavilə ilə gələcəkdə Lənkəran xanlığının Rusiyanın tərkibinə asılılığına keçmək hüququ verilmişdir. 1813-cü ilin yanvarında 1-ci Rus-Qacar müharibəsinin sonuna az qalmış, sonuncu günlərdə Lənkəran xanlığı Ruslar tərəfindən işğal olunmuşdur. Həmçinin Gürcistan müqaviləsinin şərtinə görə 1813-cü ildə Lənkəran ərazisi, həmçinin xanlığı Rusiyanın tərkibinə qalmışdır. 1826-cı ildə isə Lənkəran xanlığının daxili müstəqilliyinə Ruslar son qoymuşdur və bununla da Lənkəran xanlığı rəsmən süqut etmişdir.